Hörmətli izləyicilər, bu gün Baktekom və Stoikom istifadəçiləri üçün hal-hazırda speed testdə belə giriş etməmək və YouTube-da donmalar, oyunlarda yüksək pinqin minimum həddə azaldılması üçün DNS adresinin dəyişilmə parametrini göstərəcəyəm. İlk öncə 192.168.1 254 adresinə giririk və burada bizə username, password istəyir. Altda mən bu username və passwordu sizə təqdim edəcəyəm və yaxud da bu link vasitəsilə də username və passwordu buradan da əldə edə bilərsiniz. Məndə burada qeyd olduğu üçün artıq özüm yazmıram, login oluram. Login olduqdan sonra isə burada close basırıq, network hissəsinə gəlirik. Network hissəsindən isə LAN qisminə giriş edirik. Bir də qeyd etmək istərdim ki, bu 5 GHz və 4.2 GHz yəni 2 hissə olan wireless-ə aid olacaq. Yəni ki, fərq etmir bu parametrin dəyişikliyi, yəni ayrıca etmirik. Hamısı birlikdə olacaqdır. İlk öncə bura Premier DNS-ə gördüyünüz kimi məndə Cloudflare DNS-dir. Google DNS və Cloudflare DNS-in fərqini göstərəcəm. Hal-hazırda bu məndə Cloudflare DNS aktivdir. Çünki mən Google DNS istifadə etdikdə burada mən indi göstərirəm sizə. Burada ping.t Google DNS-in adresini yazacağam. Burada gördüyünüz kimi 91 ms, 77 ms göstərir. ms yəni millisekund deməkdir, millisaniyədir. Yəni ki, mən bu DNS aralığında, band aralığında 90 saniyə 77 millisaniyə arasında gecikmə yaşayıram. Lakin mən bu Cloudflare DNS-in adresini götürsəm, burada burada 4 millisaniyə stabil və 5 millisaniyə, 4 millisaniyə, hətta belə 2 millisaniyə düşəcəyini görürəm. Yəni ki, buradakı millisaniyə minimum olması çox önəmlidir. Burada YouTube-da və digər oyunlarda pinqin düşüşü olacaq. Yəni ki, bu Cloudflare DNS-dən istifadə etsəm, yəni ki, bu fərq budur. Yəni, əsas fərq time'ların az olması əsas üstünlüyü olacaq. Burada siz Premier DNS-ə bu adresi yazırsınız. Bunu da aşağıda açıqlama qismində qoyacağım. Second DNS isə bu adresi yazırsınız və save düyməsini basırsınız. Save düyməsini basdıqdan sonra modem özünə reset atacaq. Və reset atdıqdan sonra əgər speed testə girənmirsinizsə, speed testə girəsiniz. Hal-hazırda məndə 5 GHz qoşulduğu üçün və Ethernet kabelına qoşulduğum üçün məndə sürət daha çox olacaq. Hətta 900 megabayt PSA kimi çıxacaq. Gördüyünüz kimi 920-dir və pingim azdır, 4-dür. Upload da böyük ehtimal 800-ə kimi çıxa bilər. Ümumiyyətlə, hər hansı bir sualınız olursa, komment qismindən şərh qismindən bildirə bilərsiniz. Maksimum dərəcə dəstək olmağa çalışacağam. İzlədiyiniz üçün təşəkkür edirəm və bu linki də qoyacağam. Əgər Nokia modemdən başqa modellər varsa, Huawei kimi, Astekom istifadəçisi olsa belə, Huawei modemi işlətsə belə, aşağıda model nömrəsini yazsa, mən ona username və passwordun verəcəm və ümumiyyətlə hansı parametrə girməli olduğunu həmən şəxsə deyib dəstək olmağa çalışacağam. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.